Deməli, ev tapşırığı necə yığıb atırıq? Ev tapşırığını siz bir dənə sənəd kimi atmalısınız. Həmin o sənədi siz işləyəcəksiniz Canva-dan. Burada fərqli bir e-mail var idi deyəsən. O e-maillə girin Canva-ya. Canva-nı siz telefonda rahat formada istifadə edə bilərsiniz. Yəni Canva şey deyil, mütləq kompüterdə işləyən bir şey deyil. Canva-nı açdıq. Açmağa çalışırıq hələ ki. Deməli, bu yox, məndə burada Pro hesab var. Ona görə açdığım bu yenə mənim hesabıma gələcək. Burada yenə mənim hesabım gəlir. Mən burada başqa hesab əlavə edeyim. Google eləyək və bu. Buradan daxil ola görə nə baş verir? Deməli, burada təsdiqlədik bunları, davam edirik. Elə telefonda da oxşar formada çıxacaq. Google ilə oturum açın olacaq. Həmin o oturumu açdınız. Canva yüklənsin. Tamam. Sağ ol. Deməli, burada bizə nə lazımdır? Siz tapşırıqlarınızı sənəd formasında yükləyəcəyiniz üçün mənə göndərməlisiniz sənəd formasında. Ona görə buradan belgə oluşdur hissəsinə basırıq. Bu belgə də açılsın. Deməli, buradan artıq yükləmələr hissəsinə giririk. Yükləmələr hissəsindən də dosya yükləyin basırıq və var olan bir neçə şəkli atacağım bura ki, siz skrin edib saxlayanda necə atmalı olduğunuzu bilin. Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Tutaq ki, yazdığınız 16, 26, 36, lap 66 dənə tapşırıq olsun. Onu yükləyirik ümumi sənədə. Burada bu bitəndə hamısı yüklənəcək. Baxın, elə telefonda da şəkillərin bu yüklənməsi bitəndə onları sənədə əlavə edə biləcəksiniz. Hamısı bitsin. Bu ikisi qalır, 3, 4. Hamısı bitdi. İndi bunları, baxın, bir belə seçirik. Yəni, bütün şəkillər lazımdır da bizə. Bunları seçirik. Buradan seçdik. Seçək bütün var olan şəkilləri. Telefonda üstünə basanda belə tək-tək seçmək olur. Telefon istifadə edənlər. Bu şəkil nədirsə, bu da olsun. Deməli, bunları seçdik. Müəllimə, Hay. kompüterdə də sıçağı basıb saxlayanda hamısını seçmək olur. Məndə seçən yoxdur da, problem burasında. Notebook deyil mənim. Notebookdur, amma touchpad-lə eləyirəm. Məndə mənim sol tərəfi basın saxlayın, yuxarıdan seçin. Deməli, indi bunu əlavə etmək hissəsi yoxdur burada. Hızlı işləmlər.
şekillər niyə gəlmir ki bura? Bəlkə hamısını seçəndə gəlmir. Gəldi, tek gəlir. Hamısını seçəndə də gəlməliydi əslində. Amma gəlmir. Müəllim, məndə də biri gəlmişdi, ona görə ata bilmədim. Yo, ardıcıllıqla belə bir basa etmək olur. Ve bir tek basanda normal səliqəli formada birbirinin ardınca düşəcəklər. Deyir basıram mesela buna. Ve düşdü elə səliqəli formada. Bastım. Telefonla məncə olurdu ama yenə yoxlayaram. Bəlkə kompüterlə o da olabilir. Deməli bir atdıq. Hə. Bu oldu bizim sənədimiz. Tapşırıqlarımızı yığdıq bu sənədə. Tutaq ki. İndi bunu yükləməliyik. Paylaş hissəsindən indir forması var. İndirdəndə PDF kimi indirmək var. Bir də burada düzənmə hissəsindən adı düzəltmək olmalı idi. Adsız bəlgə. Hə. Adsız bəlgədə məsələn hərə öz adını yazır. Mən də yazıram. Burada C++ birin tapşırıqları olduğunu qeyd edirəm. C++ 1, C++'ın birinci dərsi mənasında. Sonra yenə paylaş, indir hissəsi, standart PDF, Word. PDF şəklində indirsiniz daha yaxşıdır əslində. İndirək. Rahat formada biz bunu indirdik, bitirdik. Baxın. Sizin göndərəcəyiniz tapşırıqlar bu formada olmalıdır. Yəni bir sənədin üstündə adınız, hansı dərsin tapşırıqlardırsa onlar. Yəni hansı dərsdirsə onu yazmalısınız. Ayar Mahmudova, C++ 1. Bu qədər. Növbəti dəfədən tapşırıqlarınızı sənəd şəklində bir dənə sənədə yığırsınız. Sənədin adı, ad soyadınız və növbəti dərs üçün artıq olur C++ 2. Telefonda da oxşar qaydada icra olunur.